Salam, benim adım Yuxuandır, Azərbaycanca adım Tameladır. Artıq bir ildir ki, bu Azərbaycan Dili Kafedrasında işləyirəm və Pekin Xarici Dillər Universitetinin Azərbaycan Dili İxtisası üzrə bakalavr piləsini, sonra isə Xəzər Universitetində Azərbaycan dilçiliyi üzrə magistratura piləsini bitirmişəm. Artıq 7 ildir ki, Azərbaycan dilini öyrənmişəm və bir ildir ki, burada bu kafedrasında işləyirəm. Bakalavr piləsini 3-cü kursundan başlayaraq mən Azərbaycan dili müəllimi olmağa can atıldım. Mən tələbə olarkən atalar sözləri mənə çox maraqlı gəlib. Ona görə də indi uşaqlarla xeyli atalar sözləri öyrətmişəm. Məsələn, dostlar gündə tanınar, qüvvət birlikdədir, çox oxuyan, çox bilməz, çox gələn, çox bilən və s. Ümumiyyətlə, mən uşaqlarla Azərbaycan dili, tarixi, mədəniyyəti və iqtisadiyyatı öyrənirəm və ümid edirəm ki, onlar növbəti semestr Azərbaycana təhsil almağa gedəndə Azərbaycan dilində atalar sözləri danışa, mahnı oxuya, rəqs edə bilərlər. Məncə, bunlar onları Azərbaycanlı dostlar yaxınlaşdıracaq. Məlum olduğu kimi, dil dünyanın ən yaxşı ünsiyyətdən biridir. Bir kəlmə, bir yol təşəbbüsü təkcə ölkə arasında iqtisadi əməkdaşlıq üçün deyil, həm də xalqlar arasında mədəni, elmi və təhsil əlaqələrin dərinləşməsi üçün imkanlar yaratmışdır. Qeyd etmək lazımdır ki, Pekin Xarici Dillər Universitetində Azərbaycan dilini ixtisas kimi tədrisi, elmi, akademik araşdırmaların aparılması nəticəsində Azərbaycanşünaslıq Çində artıq müstəqil bir tədqiqat istiqaməti kimi formalaşmağa başlayıb. Əgər siz 7 il əvvəl mənə bütün həyatımın elmi və akademik araşdırmalarla bağlı olduğunu desəydiniz, yəqin ki, inanmazdım. Əgər indi buradayam, demək olar ki, Azərbaycan dili öyrənmək mənim taleyimi dəyişildi və əminəm ki, mən və Çinli tələbələrin 8 nəfər bunu öyrənməklə biz dünyanın daha dərinə kəşf edirik. Şübhəsiz ki, mən bundan sonra da Çin-Azərbaycan arasındakı təhsil, elmi əlaqə, əməkdaşlığa töhfə verməyə davamlı şəkildə çalışacağam. Çox sağ olun.